Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə stringlərdən danışacağam. Qeyd edim ki, lövhənin bu tərəfini kod yazmaq üçün istifadə edəcəyik, digər tərəf isə bizim RAM pəncərəmizdir. Yazdığımız kodları icra etdikdə əks olunacaq nəticələri bu tərəfdə qeyd edəcəm. Gəlin başlayaq. Əvvəla stringlərdən danışacağıq. String nədir? String bir data tipidir Pythonda olan. Deyirik ki, yəni stringləri izah etmək üçün. Deyirik ki, stringlər simvollar ardıcıllığıdır. Simvollar ardıcıllığıdır. Və Pythonda stringlər tək dırnaq daxilində, cüt dırnaq daxilində və yaxud 3 dırnaq daxilində yazıla bilər. Sözsüz ki, buna 3 dırnaq deyirik, amma bu 3 dənə apostrof işarəsidir. Daha dəqiq desək, escape klavişinin altındakı klavişdən istifadə edərək yazacağımız simvoldur. Bunların hər birinin tipi nədir? Stringdir. Və mən bunları hər hansısa bir dəyişənə mənimsədərək istifadə edə bilərəm. Deyəcək ki, Pythonda stringləri bu formalarda göstərə bilərik. Daha sonra nədən danışacağıq? Bunu gəlin silim. Deyirik ki, Pythonda stringlərin hər bir elementinin müəyyən indeksi olur. İndeks nədir? Biz dedik axı, string nədir? Simvollar ardıcıllığı və bu simvolların dayandığı mövqeyə uyğun olaraq bir indeksi var. Bunu daha dəqiq göstərmək üçün gəlin nümunə ilə baxaq. Deyirəm A dəyişəninə mənimsət. A dəyişəninə mənimsət. Tutaq ki, ifadəmiz belə olsun. Python formasında. İndi deyirəm ki, diqqətli olaq. Bu Python ifadəsində hər bir elementin, hər bir simvolun öz indeksi var. İndeks dəyəri isə soldan sağa doğru desək, sıfırdan başlayaraq artan formada nömrələnir. Yəni, P dəyişəninin, daha doğrusu simvolunun indeksi 0-dır, Y simvolunun indeksi 1-dir, T'nin indeksi 2-dir, H-da 3, O-da 4, N simvolunun indeksi isə 5 olacaq. Deyirik ki, soldan sağa doğru olmaqla sıfırdan başlayaraq artan formada indeksə sahib olur hər bir hərf və yaxud hər bir simvol. Əgər sağdan sola doğru baxmaq istəsək, bu dəfə deyəcəyik ki, indeks nömrələri, indeks dəyərləri sağdan sola doğru -1-dən başlayaraq azalan formada işarələnir. Yəni, deyirəm ki, bu N-in indeksi, mənfi indeksi -1-dir, 0-da -2-dir, H-da -3-dür, yenə T'də -4-dür, Y-də müsbət olan 1 idi, mənfi indeksi isə -5 olacaq. P-nin isə mənfi indeksi nədir? -6. Və biz buradan əslində nəyi görə bilərik? Deyirik ki, stringin ilk elementinin indeksi, müsbət indeksi 0-dır. Mənfi indeksi isə nədir? -6. Və bu adətən həmişə uzunluğuna bərabər olur. Axırıncı elementin indeksi isə müsbət indeksi uzunluğundan bir vahidəsi olur. Diqqətli olaq, Python ifadəsinin uzunluğu 6-dır. Uzunluğundan bir vahidəsi olur və yaxud mən buna daha rahat müraciət etmək üçün -1 indeksdə dayanan element deyə bilərəm. İndi müraciət etmək üçün deyə bir ifadə işlətdik. Deyəcək ki, bu indeks dəyərlərindən istifadə edərək biz stringin elementlərinə müraciət edə bilərik. Və buna nümunə olaraq göstərə bilərik bu formada. Gəlin baxaq. Deyirəm ki, ekrana çap et, print, A sətrinin və yaxud A stringinin, A dəyişəninin də deyə bilərəm, indeksi tutaq ki, 3 olan elementin göstərmək istəyirəm. Deyirəm, kvadrat mötərizələr daxilində, tutaq ki, -3 və yaxud müsbət 3 də deyə bilərəm, nəticə eyni olacaq. A dəyişəninin indeksi -3 olan elementini çap et deyirəm. Buna ekvivalent nə deyə bilərəm? Ekvivalent formada A dəyişəninin indeksi 3 olan elementini çap et də deyə bilərəm. O zaman ekrana nə çap olunmuş olacaq? H simvolu, kod icra etsə ekrana H simvolu çap olunmuş olacaq. Bu indekslə müraciətə ən sadə nümunə ola bilər. Bundan əlavə deyəcək ki, biz string daxilində müəyyən bir alt string də götürə bilərik. Yəni, mən Python ifadəsindən tutaq ki, TH və O-nu götürmək istəyirəm. Onda nə deyəcəm? Deyəcəm ki, print
print deyirəm ki, A dəyişəninin bu dəfə 2 dənə qiymət verəcəm. Başlama və bitmə dəyəri və bunlar qoşa nöqtə ilə ayrılır. Yadınızdadırsa biz range'dən danışanda bunu qeyd etmişdik. Başlama və bitmə dəyərini qeyd edəcəm. Deyəcəm ki, tutaq ki 0 desəm bu dəfə P-dən başlamış olacaq. Və yaxud bunu boş qoysam yenə P-dən başlamış olacaq. Mən də demək istəyirəm TH və O-nu götürək. Onda deyərəm 2-dən başlasın. Neçəyə kimi getsin? Onu da götürmək istəyirəmsə, deyəcəm ki, indeksi 5 olan elementə qədər getsin. Yadınızdadırsa qeyd etmişdik ki, biz Pythonda bitmə dəyərini almır ifadələr. Onda 2-dən 5-ə kimi desəm, ekrana əks olunacaq indeksi 2 olan, 3 olan və 4 olan simvollar. Yəni, bu alt sətri kəsib götürmüş olacaq. T, H və O. Ekrana bu ifadə çap olunmuş olacaq. Biz bunu ingiliscə adlandırırıq slice, tərcümə edəsək kəsik formasında. Daha dəqiq ifadə edəsək, amma bu müəyyən bir sətrin alt sətrini götürmək üçün istifadə olunur. Qeyd edim ki, yenə, əgər bu hissəni boş qoysam, axıra kimi gedəcək addımı verməsəm, daha doğrusu bitmə dəyərini verməsəm. Və yaxud bu hissəni boş qoysam, başdan indeksi 5 olan elementə kimi gedəcək. Yəni, buranı boş qoysam, ekrana əks olunacaq P, Y, T, H və O simvolları, təkcə N-i götürməyəcək. Əgər buranı boş qoysam, onda T-dən axıra kimi T, H, O və N-i götürmüş olacaq. Bu da istifadəyə sadə bir nümunədir. Bundan əlavə nə qeyd edə bilərik? Eyni ilə range-də olduğu kimi, burada da üçüncü bir dəyər verə bilirik. Deyirəm ki, bu dəfə fikir ver. Print A kvadrat mötərizə açdım. Başlama dəyərini və bitmə dəyərini bu dəfə vermirəm. Dedik ki, bu halda başdan axıra kimi gedəcək. Üçüncü dəyər verirəm. Tutaq ki, deyirəm 2 addımlasın. Üçüncü dəyər deməli nədir? Addımı ifadə edən bir qiymətdir. Deyirəm 2 addımlasın. Onda başdan axıra kimi gedib 2 addımlasa P, T və O dəyərlərini ekrana çap etmiş olacaq. P, T və O dəyərlərini bu formada ekrana çap etmiş olacaq. Başdan axıra kimi getdim 2 addımlayaraq. İndi bundan istifadə edərək, bundan və mənfi indekslərdən istifadə edərək bu formada stringi asan şəkildə tərsinə çevirə bilərik. Deyirəm print A kvadrat mötərizədə yenə dedim başdan axıra kimi get. Bu dəfə deyirəm addımın olsun -1. Addımın olsun -1. Bu zaman diqqətli ola başdan axıra kimi, yəni bütün hamısını götürəcək, amma -1 addımladığına görə tərsinə doğru getmiş olacaq. Yəni azalan formada. Onda ekranın əks olunmuş olacaq. Python ifadəsi amma tərsdən olmalı. N, O, H, T, Y və P formasında. Yəni Python ifadəsini tərsinə çevirmiş olduq. Stringləri tərsə çevirmək üçün, reverse etmək üçün, errorun qarşısına alaq burada. Stringləri reverse etmək üçün bu ifadədən istifadə edə bilərik. Yəni burada da qeyd edək. Reverse etmək üçün bundan istifadə edə bilərik. Deməli, indekslər haqqında danışacaqlarımız bunlar idi. Slice anlayışından danışdıq. Reverse etmək üçün nə yaza bilərik ondan danışdıq. Ümumiyyətlə, indekslə müraciətdən müsbət və mənfi indeks anlayışından danışmış olduq. Deməli, indi isə danışacaq stringlərdə concatenation prosesindən. Concatenation nədir? Qısaca concat da deyə bilərik buna. Stringlərin birləşdirilməsindən danışacaq. Deyəcək ki, plus işarəsi ədədlər üçün toplama prosesini görürdüsə, stringlər üçün isə bu işarə birləşdirmə prosesini görəcək. Deyirəm ki, A dəyişəninə mənimsət. Tutaq ki, A, R plus A, Y ifadəsini. Bu zaman A dəyişəninin qiyməti bu iki stringin birləşməsi olacaq. Mən əgər desəm ki, A dəyişəninin qiymətini ekrana çap et, yazsam ki, print A. Bu mənə A dəyişəninin qiymətini ekrana çap edəcək və ekrana çap olunacaq olan nəticə olacaq bu formada A, R, A və Y. Yəni, R ifadəsi ekrana çap olunmuş olacaq. Deməli, plus işarəsi nə iş gördü? İki stringi birləşdirdi. Biz bu prosesə deyirik concatenation prosesi. Amma ədədlər üçün bu işarə toplama işini görürdü. İndi isə keçək unpacking
unpacking prosesinə aid nümunəyə. Deyirik ki, unpacking nədir? Tutaq ki, x və y adlı dəyişənlərim var və mən deyirəm ki, bu dəyişənlərə mənimsət bu stringi. Tutaq ki, 3, 4. Bu zaman ardıcıl olaraq bu stringi belə deyək, unpacking edəcək. Yəni, paketi açır da bir növ, hərfi tərcümə edəcək. Amma əslində proses necə olur? 3 dəyərini ardıcıl olaraq ilk gələn dəyişənə mənimsədir. Çünki bu ilk gələn simvoldur, ilk gələn dəyərdir. 4-ü isə mənimsədir onun yanındakı, yəni y-ə. Deməli, x-in qiyməti olur string tipdən 3, y-in qiyməti isə olur string tipdən 4. İndi əsas burada diqqətli olmalı olduğumuz şey elə budur. Yəni, tip olaraq x da, y də stringdir. Niyə? Çünki mən bir stringdən qısok götürürəm. Necə ki, real nümunə versək, tortdan bir qısok kəsib götürəndə, bu yenə tortla eyni tipdə olur, düzdürmü? Tip anlayışına burada diqqət etmək lazımdır. Bu unpacking prosesidir. Bundan əlavə nədən danışa bilərik? Pythonda escape karakterlərindən danışa bilərik. Escape characters nədir? Tutaq ki, mən belə bir ifadə yazmaq istəyirəm. Deyirəm print. Dedik ki, stringlər dırnaq içərisində yazılır, düzdürmü? Deyirəm, dırnaq içində yaz. Əkinçi qəzeti. Əkinçi qəzeti. İndi nəyə diqqət edək? Mən bunu OK dırnaq içində yazdım bu formada və ekranı çap edəsəm heç bir problemim olmayacaq. Amma tutaq ki, mən əkinçi sözün mətnində də qəzetin adı olduğuna görə dırnaq içində yazmaq istəyirəm. İstəyirəm dırnaq içində yazılsın əkinçi qəzeti. Bu zaman errorla qarşılaşacağam. Niyə? Əslində bunu yəqin ki, təxmin edə bilərsiniz. Burada dırnağı açıram. Python düşünür ki, indi string yazacağam. Amma burada da dırnağı bağlayıram. Burada bir string olaraq bir ifadə yaranmış olur. Python bunu qəbul edir. Amma burada diqqətli olaq, qəribə bir şeylə qarşılaşır. Yəni, ikinci sözü ilə qarşılaşır. Baxır ki, bu nədir bəs? Bu səbəbdən də error vermiş olur. Çünki mən burada dırnaq açdım, burada bağladım. Burada yenidən açdım, burada bağladım. Amma belə deyək, ikinci sözü offside-da qaldı. Bu zaman Python error vermiş olur. Bunun qarşısını almaq üçün sadəcə gəlib bu dırnaq işarəsinin qarşısından tərs slash qoyuram. Eyni şəkildə buradan da. Bu, belə deyək, escape characters adlanır. Escape sözü nədə errordan qaçmaq kimi başa düşə bilərik. Bu sayədə errorun qarşısını almış olacağım və ekrana çap olunacaq olan nəticə olacaq bu formada. Deməli, əkinçi qəzeti. Əkinçi qəzeti. Amma diqqətli olaq, əkinçi dırnaq içində olacaq və heç bir errorla qarşılaşmayacaq. Escape karakterlər istifadə edilən zaman tərs slash işarəsini onun qarşısına qoyaraq istifadə edə bilərik. Eyni şəkildə slash, tərs slash, dırnaq işarəsi, cüt dırnaq və yaxud tək dırnaq qarşısına tərs slash qoymaqla istifadə oluna biləcək belə deyək, karakterlərdir. Bundan əlavə nədən istifadə edərik? Əslində biz nümunə bir dənəsini görmüşdük ilk dərsimizdə. Demişdik ki, print funksiyasının daxilində /n deyə bir dəyər var. Hansı ki, end parametrinin dəyəridir. Deyirik ki, print tutaq ki, yazıram caps /n və lock. Bu zaman ekrana əks olunacaq olan nəticə olacaq bu formada. Baxın, caps lock. Bunun səbəbi isə, yəni lockun aşağı sətrə düşməsinin səbəbi isə bax bu yazdığım ifadədir. Yəni /n ifadəsi biz deyirik ki, enter simvoludur. Necə ki, mətin yazan zaman enterə vuranda alt sətrə düşür. Çünki sən oraya enter simvolu qoyursan, həmin o enter simvolunu ifadə edən /n dəyəridir. Bundan əlavə bir də əlavə qeyd edə bilərəm /t. Bu isə tab qoyur, müəyyən bir tab qoyur. Belə deyək, sistemdən asılı olaraq 4 və yaxud 8 boşluğa ekvivalent ola bilir tab. Bunlar danışacaqlarımız idi. Deməli, escape karakterlərdən danışdıq, unpackingdən danışdıq və concatenation prosesindən danışdıq.
İndi isə danışacağıq stringlərdə metod anlayışından, yəni string metodlarından. Deyirik ki, metod ümumiyyətlə nədir? Metod müəyyən bir obyektə və yaxud klassa aid olan funksiyalardır. İndi biz stringlərdən danışırıq, yəni string klassına aid olan funksiyalardan, string metodlarından danışacağıq. Deyirik ki, Pythonda metodları istifadə etmək üçün əvvəla həmin metodu tətbiq etmək istədiyimiz stringi yazırıq. Tutaq ki, ABC deyə bir string yazıram. Və daha sonra nə edirəm? Nöqtə qoyub, həmin stringə tətbiq etmək istədiyim metodu yazıram. Tutaq ki, upper metodunu tətbiq etmək istəyirəm bu stringə. Sonda isə mötərizə açıb bağlayıram, çünki bu funksiyaların yazılış formasıdır. Sözsüz ki, bəzən arqument vermək lazım olur, buna uyğun nümunələrə də baxacaq. Bu ifadənin nəticəsi mənim üçün nə olur? Deyirik ki, bu nəticə etibarilə upper funksiyası həmin stringin simvollarını böyüdüb bir kopya verir bizə. Kopya verir ifadəsini niyə deyirəm? Çünki stringin orijinalı dəyişmir. Yəni bu ABC olaraq qalır. Sadəcə nə edir? Upper bizə yeni dəyişilmiş bir kopya yaradıb verir. Və nəticəmiz necə olacaq? Bu formada A, B və C formasında olacaq. Upper metodu nə elədi? İfadəmizin bütün hərflərini böyütdü. Bunun tam əksi işi görən lower funksiyası var. Bu formada qeyd edək onu da. Lower funksiyası isə nə iş görür? İfadədə olan bütün simvolları kiçik hərflə əvəz edir. Yəni bütün simvolları kiçildir deyə bilərik. Bu da lower'in belə deyək, istifadəsindən nümunə olsun. Tutaq ki, A, B və C yazıram. Bunun da nəticəsi nə olacaq? Eyni şəkildə A, B və C simvolları. Lower isə upper'ın əksi işi gördü, bütün simvolları kiçiltdi. Bu iki sadə nümunəni qeyd elədik. İndi isə keçək fərqli metodlardan danışaq. Deməli, indi isə danışacağıq daha iki fərqli metoddan. Deyirik ki, bunlar da olsun capitalize və title metodları. Gəlin bunların necə işlədiyinə bir yerdə baxaq. Deyirik ki, tutaq ki, belə bir sətrimiz var. P, Y, T, H, böylə yazıram H-ı, diqqətli olaq, bunun xüsusi səbəbi var. O və tutaq ki, N simvollarıdır. Bu stringə tətbiq eləmək istəyirəm capitalize metodunu. Deyirəm, Python.capitalize Python.capitalize. Bu ifadənin nəticəsi nə olacaq? Bu ifadənin nəticəsində capitalize nə iş görür? İlk simvolu böyüdür, qalan simvollar isə kiçildir. Yəni bunun nəticəsi nə olacaq bu formada? İlk simvolu böyüdəcək, P simvolu böyük olacaq, amma digər simvollar kiçiləcək. Deməli, capitalize nə edir? İlk simvolu böyüdür, amma digər bütün simvolları kiçildir. Bu capitalize metodunun işlədiyi prinsipdir. İndi əlavə bir də title'dan danışacağıq, title metodundan. Buna aid nümunəni isə bu formada vermək istəyirəm. Deyirəm ki, tutaq ki, A, B, boşluq qoyuram. B, C böyüylə, burada B böyüylə. Daha sonra yazıram nöqtə, title. İndi title metodu nə iş görəcək? Eyni şəkildə capitalize'ın gördüyü işi bütün sözlər üçün görəcək. Düzdür, bunlar sözə bənzəmir, amma belə deyək də, boşluqla ayrılmış bütün ifadələr üçün, string daxilindəki boşluqla ayrılmış bütün ifadələr üçün capitalize'ın gördüyü işin eynisini görəcək. Nə edəcək yəni? Bütün ifadələrin baş hərfini böyüdüb, digər hərflərini kiçildəcək. Onda ekrana əks olunacaq olan nəticə olacaq bu formada. A, B, amma B kiçiyi ilə, A böyüyü ilə, boşluq, B böyüyü ilə, C. Bu capitalize'ın gördüyü işin bütün boşluqla ayrılmış ifadələrə tətbiq formasıdır. Yəni title və capitalize bir növ yaxın belə deyək, mənalı iş görürlər.
İndi isə gəlin keçək digər 4 fərqli metoda. İndi isə danışacağıq deməli is upper, is lower metodlarından və paralel şəkildə is digit və is alpha metodlarının nə iş gördüyündən danışacağıq. Deyirəm ki, T1 deyə bir dəyişənim olsun. T1. Bir dənə T2 dəyişəni, bir dənə T3 və bir dənə də T4 dəyişənimiz olsun. Bunlar üzərindən danışaq. T4. T1 dəyişənində nə yazıram? Deyirəm ki, Python ifadəsi, deyirəm bu ifadəyə tətbiq et is upper metodunu. Yəni Python.isUpper. Bu metod nə edir? İfadənin böyük hərflə yazılıb yazılmadığını yoxlayır. Əgər ifadə həqiqətən böyük hərflə yazılıbsa, daha doğrusu bu string, yəni uppercase-dirsə, böyük hərfdən ibarətdirsə, onda true nəticə verir bizə. Amma ödənməsə bu şərt, yəni ifadə böyük hərflə olmasa bizə false nəticə verəcək. Yəni cari halda böyük hərflə yazılmayıb deyə bizə return edəcək dəyər olacaq false. Yəni bizə deyəcək ki, ifadə böyük hərflə yazılmayıb. Və yaxud biz bunu belə deyək, bir simvola belə tətbiq edə bilərik. Necə? Tutaq ki, deyərəm ki, Python ifadəsinin indeksi, tutaq ki, 3 olan simvolu .isUpper. Yəni bunu necə deyərik? Burada qeyd edeyim. Belə bir şey də yaza bilərik. Tutaq ki, bu ifadədir. Düzümü? Python kvadrat mötərizə açdım, bağladım, yazdım 3. Sonra nöqtə qoyub yenə isUpper metodunu yoxlaya bilərik. Sözsüz ki, yenə 3-cü simvolda böyük hərflə yazılmadığına görə bizə nəticə etibarilə false dəyər qaytaracaq. Eyni işi görən, amma belə deyək, bu dəfə kiçik hərf olub olmadığını yoxlayan isLower funksiyamız var. Yenə eynisini yazsaq bunun üçün. Deyirəm ki, tutaq ki, belə bir stringimiz olsun. Nöqtə isLower. Bu dəfə isə dediyi nəyi yoxlayır? Kiçik hərflə yazılıb yazılmadığını, düzümü? Yəni lowercase olub olmadığını yoxlayır. Həqiqətən bu ifadə kiçik hərflə yazıldığına görə nəticə etibarilə bizə verəcəyi cavab olacaq true. isLower funksiyası da nədir? Lowercase olub olmadığını yoxladı. Yenə biz bunu bu formada yazaraq bir simvola da tətbiq edərək baxa bilərik ki, cari simvol kiçik hərfdirmi, yoxsa yox. Daha sonra isDigit deyə bir metoddan danışacaq. Deyirik ki, tutaq ki, ABC 1, 2, 3 yazdım. Və deyirəm ki, bu ifadənin indeksi 0, 1, 2, 3, 4 olan simvoluna isDigit funksiyasını tətbiq edək. isDigit metodunu tətbiq edək. isDigit. Deməli, isDigit nə edir bəs? Cari stringin rəqəm simvolu olub olmadığını yoxlayır. Və yaxud deyə bilərik, rəqəmlərdən ibarət olub olmadığını yoxlayır. Və həqiqətən də ABC 1-2-3 ifadəsinin indeksi 4 olan elementi, yəni 2 simvolu, rəqəm simvolu olduğuna görə bu bizə nəticə etibarilə true verəcək. Həqiqətən də bu bir rəqəm simvoludur. Bəs hərf simvolu olub olmadığını necə yoxlayarıq? Yəni paralel şəkildə eyni nümunədən baxaq. ABC dəyişənimiz olsun, daha doğrusu ABC stringimiz olsun. 1, 2, 3 də yazıram. Deyirəm bu dəfə indeksi yenə yazdım 4 olan simvolun hərf simvolu olub olmadığını yoxla. Nə deyirəm bu dəfə? isAlpha. isAlpha metodu nə edir? Cari stringin alfabetik
karakter olub olmadığını yoxlayır. Alfabetik nə deməkdir? Yəni əlifba belə deyək, element olub olmadığını yoxlayır. Başqa cür desək, hərf simvolu olub olmadığını yoxlayır. Düzdür, cari seçdiyimiz indeksi 4 olan element əlifba simvolu deyil, yəni hərf deyil. Ondan nəticə etibarilə bizə false verəcək. False verəcək. Çünki yoxladığımız dəyər hərf deyil, rəqəmdir. Deməli, bu 4 metoddan da danışdıq. Gəlin, davam edək. İndi isə danışacağıq daha 4 fərqli metoddan. Bunlar olacaq, deməli, find və index metodu və paralel olaraq danışacağıq rfind və rindex metodlarından. Deyirəm ki, yenə bir dənə ortaq bir stringimiz olsun. Buna deyirəm hələlik s. Deyirəm ki, s-ə mənimsət, ifadəmiz də olsun bu formada. Programming. Belə bir ifadəmiz olsun. İndi bu ifadəyə find və index metodlarını paralel şəkildə tətbiq edək və bu metodların necə işlədiyini görmüş olaq. Deyirəm ki, T1 deyə bir dəyişənim olsun və paralel şəkildə T2, T3, T4 dəyişənlərindən istifadə edəcəyik. T4. Yazıram indi nə? S nöqtə find və dırnaq içində ifadənin içində axtarmaq istəyirəm, tutaq ki, C simvolunu. Və paralel olaraq yazıram S nöqtə index yenə dırnaq içində C simvolu yazıram. İndi diqqət edək nəyə? Əvvəla, find metodu nə edir? Müəyyən bir stringin və yaxud siyahılardan danışanda yenə finddan danışacaq. Müəyyən bir iterable'ın daxilində bizim istədiyimiz dəyəri axtarıb indeksini tapıb qaytarır bizə. Yəni deyirəm ki, S-in içində C simvolunu axtar. Və find metodu soldan başlayaraq bu simvolu axtarır və ilk qarşılaşdığı indeksi bizə göndərir. Deyirik ki, indi kodu icra etsək, find metodunun return edəcəyi dəyər, yəni bizə qaytaracağı dəyər olacaq 0, 1, 2, 3. Yəni ilk qarşılaşdığı, soldan etibarən ilk qarşılaşdığı C simvolunun indeksini bizə qaytarmış olacaq. Və biz bunu mənzətli T1 dəyişəndən. Index metodu da yenə eyni işi görür. Yəni, cari sətirdə C simvolunun ilk qarşılaşdığı indeksi bizə geri qaytarır. Və nəticə etibarilə həm T1, həm də T2 dəyişənlərinin dəyəri olacaq 3. Niyə? Çünki soldan başlayaraq C simvolu ilə ilk dəfə indeksi 3 olan yerdə qarşılaşırıq. Deməli, find və index metodu eyni cür işləyir. Amma fərqləri nədədir? Deyirik ki, əgər find metodu axtardığı dəyəri tapa bilməzsə stringin daxilində, yəni C dəyərini axtarır, amma tapa bilməzsə, bizə -1 qaytarır. Yəni, tutaq ki, burada C yox, hər hansısa başqa bir dəyər versəm, tutaq ki, desəm F simvolunu axtar, F-i tapa bilməyəcək və nəticədə T1-in qiyməti olacaq -1, tapa bilmədiyinə görə. Amma index metodu fərqi buradadır. Index metodu tapa bilmədiyi halda belə deyək, error verir. Deyir ki, bu stringin içində axtardığın substring, yəni alt sətir yoxdur. Bu səbəbdən error verir. Yəni, find və indexin fərqi bundan ibarətdir. Və dedik ki, rfind və rindeksi də paralel şəkildə göstərəcəyik. Yazıram s nöqtə rfind. Yenə deyirəm C fərqi görmək üçün və s nöqtə rindex. Yenə deyəcəm C simvolunu axtar ki, fərqi rahat
görə bilək. Deyirik ki, rfind və rindex metodları digərlərindən nə ilə fərqlənir? Qarşıdakı r hərfi right ifadəsindən gəlir. Yəni, rfind və rindex sağdan başlayaraq axtarır. Sağdan başlayaraq axtarır və ifadənin, belə deyək, sağdan başlayaraq axtardıqda ilk qarşımıza çıxan G simvolu budur. Diqqətli olaq, find və index G-ni axtaranda bunun indeksini verirdi bizə. Səbəbi də bu idi ki, soldan başlayaraq axtarır bu metodlar. Amma rfind və rindex nə edir? Sağdan başlayaraq həmin alt sətri axtarır. Və nəticə etibarilə T3 və T4 dəyişənlərinin qiyməti nə olacaq? Gəlin baxaq. İlk qarşılaşdığı G simvolu budur, sağdan başlayaraq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 olacaq. Deməli, T3 və T4 dəyişənlərinin qiyməti olacaq 10. Gəlin bunu bu formada qeyd edək. Deyirəm ki, bunlar da nəticə etibarilə 3 qaytarmış olur. Rfind və rindexdə isə nəticə etibarilə bizə 10 dəyərini qaytarmış olacaq. Rfind və rindex nədir? Sağdan etibarən axtarmağa başladı. Find və index isə soldan başlayaraq axtarırlar. Və nəticədə tapdıqları stringin, belə deyək, indeks nömrəsini bizə return edir. Daha sonra hansı metodlardan danışa bilərik? Count metodundan danışa bilərik. Deyirəm ki, bu da olsun, tutaq ki, T5. T5 dəyişəninə də mən mənimsədirəm s.count Count metodu isə müəyyən bir alt sətri sayır. Və burada indi təkrarlanan R görürəm və M görürəm. Tutaq ki, deyirəm, R simvollarını sayaq. Nəticə etibarilə count'un bizə return edəcəyi dəyər olacaq 2. Çünki həqiqətən də bu ifadənin daxilində 2 dənə R simvolu var. 2 dənə R simvolu var. Və count nə edir? Müəyyən bir alt sətri sayır. Əgər yəni vacib deyil biz bunlara bir elementdən ibarət sətr verək. Tutaq ki, mən desəm ki, count'a R simvolundan əlavə gəl belə bir şey yazım. Arrow ifadələrini saysın. Bunu da deyə bilərik. Bu zaman nəticə etibarilə arrow alt sətri, yəni R və O simvollarının təkrarlandığı alt sətr bir dənədir bu ifadənin içində. Onda nəticə etibarilə bizə 2 yox, 1 dəyərini qaytarmış olacaq. Və eyni şəkildə biz find'ın və yaxud indeksin belə deyək, parametrinə də gəlib 1 simvol yox, 2 simvol verə bilərik və yaxud daha çox. Tutaq ki, G simvolunu axtar demək əvəzinə gəlib deyərəm ki, nə axtarsın? CR simvolunu axtarsın, tutaq ki. CR alt sətrini daha doğrusu. Bu zaman nəticə etibarilə yenə bizə 3 verəcək. Nəyə diqqət edək? Bu alt sətrin ilk qarşılaşıldığı indeks buradadır, düzdürmü? Və bizə nəticə etibarilə bir dənə indeks nömrəsi qaytarmalıdır deyə find. CR alt sətrinin, G-nin indeksi 3-dür, R-in 4-dür. Yəni bu alt sətrin ilk elementinin indeksini bizə return edir. Yəni yenə də 3 dəyərini geri qaytarmış olacaq. Daha sonra bu metodları bir qədər daha ətraflı şəkildə izah etmək istəsək, nə deyərik? Biz find'a, indeksə, rfind'a, rindeksə və count metoduna başlama və bitmə dəyəri verə bilirik. Nə deməkdir başlama və bitmə dəyəri? Gəlin bunu burada göstəreyim. Tutaq ki, rfind yox, find üzərindən nümunə göstərirəm. Bu aiddir həm count'a, həm rindeksə, həm rfind'a, həm də indeksə aiddir. Bir üzərindən nümunə göstərəcəm. Deyirəm ki, bunu ayırıram. S.find S-in içində axtar. Nəyi axtarsın? Tutaq ki, S-in içində təkrarlanan hansı dəyər var? R var. Tutaq ki, R axtarsın. Və burada bir dənə vergül qoyuram.
Və bir dənə də vergül qoyuram. Başlama və bitmə dəyərlərin, başlama və bitmə indekslərini qeyd edəcəm. Yəni hansı aralıqda axtarsın bu R simvolunu? R simvolu bir burada var, bir də burada, düzdürmü? Əgər başlama və bitmə dəyəri verməsəm, R simvolu ilə ilk qarşılaşdığı indeksi return eləyəcək. Yəni 0, 1, düzdürmü? Nəticə etibarilə bizə 1 qaytaracaq. Amma desəm ki, ikinci və 2 və 3 dəyərlərin, 2 və tutaq ki, 8 dəyərlərini bura versəm, deyəcəm ki, indeksi 2 olan elementdən indeksi 8 olan elementə qədər olan aralıqda axtar R simvolunu. Yəni, indeksi 2 olan haradır? 0, 1, 2. O-dan 3, 4, 5, 6, 7. O-dan M-ə qədər olan aralıqda. Yəni, bu hissədə axtarsın. Bu hissədə axtarsın R simvolunu. Diqqətli olaq. Yenə bitmə dəyəri, yəni indeksi 8 olan element daxil deyil. Yadınızdadırsa biz range'dən danışanda demişdik ki, Python'da bitmə dəyərini almır. Yəni indeks 8 olan element idi, amma i-ni nəzərə almayacaq. O-dan M-ə kimi olan aralıqda. Yəni bu hissədə axtaracaq R simvolunu. Və ilk qarşılaşdığı indeksi yenə return eləyəcək. Harada qarşılaşır R-lə? 0, 1, 2, 3, 4. Burada qarşılaşır, düzdürmü? Normalda ilk dəfə, yəni soldan başlayaraq axtaranda ilk dəfə burada qarşılaşırdı. Amma mən başlama indeksi verdim. Dedim 2 nömrəli indeksdən başla. 2 nömrəli indeksdən başla. Ona görə O-dan başlayır və ilk qarşılaşdığı yer olur bu. Bunun da indeksi 4-dür. Yəni nəticə etibarilə bizə bu ifadə belə deyək, 4 dəyərini return eləmiş olacaq. Bu da belə deyək, find metodunda aralıq verməklə axtarış prosesi idi. Eyni şeyi biz count'a və index metodlarına da aid edə bilərik. Eyni şəkildə rFind'a da aid edə bilərik. Yəni mən nə edirəm? Tutaq ki, R ifadəsini say deyirəm və yaxud R-onu say deyirəm, amma 2 dənə vergül qoyuram, başlama və bitmə indeksi verirəm. Eynisin count'a, R-indeksə, rFind'a, indeksə və find'a tətbiq edə bilərəm. Yəni, başlama və bitmə indeksi məsələlərini. İndi isə davam edək digər metodlarımızla. Gəlin, ümumi bir sətr yazaq. Deyirəm ki, bir dənə S sətrimiz olsun və qiyməti olsun Python ifadəsi. Və bu ifadəyə ilk tətbiq edəcəyimiz metod da olsun replace metodu. Yazıram T1 dəyişəninə mənimsət s.replace nə? Əvvəla, replace metodu nə iş görür? Replace metodu müəyyən bir iterable'a, daha doğrusu müəyyən bir string metodu olduğuna görə bu işi tətbiq edir. İlk verəcəyimiz dəyəri bu stringdə tapır və əvəzinə ikinci verəcəyimiz dəyəri yazır. Yəni, əvəz edir bir növ. Deyirəm ki, bu ifadədəki, tutaq ki, indi ifadəmizdə təkrarlanan simvol yoxdur. Gəlin belə deyək. Bu Python yox, axırıncını da hash eləyək. Təkrarlanan bir simvolumuz olsun ki, replace-in necə işlədiyini daha dəqiq formada göstərə bilək. Deyirəm ki, ifadəmizdəki hash simvollarını əvəz et. Nə ilə? Vergül qoydum. Hash simvollarını əvəzləsin. Tutaq ki, ulduz işarəsi ilə. Və mötərizəni bağladım. İndi, əgər biz T1 dəyişəninin qiymətini ekrana çap etmək istəsək, nə deyərik? Print T1 desəm, yəni burada yazaq. Print T1. Bu zaman ekrana əks olunacaq olan nəticə olacaq bu formada. Deməli, nə nədir? İfadədəki hash simvollarının nə ilə əvəzlədir? Ulduz simvolu ilə əvəzlədir. Və nəticə etibarilə indeksi 4, daha doğrusu 0, 1, 2, 3. İndeksi 3 olan elementin yerinə
Yəni buradakı h-ın yerinə ulduz yazdı və axırıncı h-ın yerinə də yenə ulduz simvolu yazmış oldu. Nəticə etibarilə ekrana bu formada nəticə əks olunacaq. İndi nə dedik? Replace bütün qarşılaşdığı h-ları ulduzla əvəzlədi. Amma biz nə etmək istəyirik? Tutaq ki, demək istəyirik ki, h-lardan yalnız birini əvəzləsin. Onda sadəcə gəlib burada deyəcəm ki, diqqətli olaq. Mötərizəni silirəm. Gəlib burada deyirəm ki, ulduzlardan yalnız birini əvəzləsin. Və nəticə etibarilə belə deyək, axırıncı h olduğu kimi qalır. Yəni biz replace-də üçüncü bir dəyər yazanda bu dəyər əvəz etmə sayını ifadə edəcək. Mən deyirəm ki, S sətrindəki h-ları ulduzla əvəzlə, amma sadəcə bir dənəsini. Yəni üçüncü dəyər sayı ifadə edəcək. Bu replace metodunun işləmə prinsipidir. Daha sonra davam edək digər metodlarımızla. Deyirəm T2 dəyişəninə mənimsət. Fərqli bir nümunə yazacağam. Belə bir stringimiz olsun. Buradan mötərizə dırnaq açdım daha doğrusu. Müəyyən qədər boşluq qoyuram. Yazıram tutaq ki A, B, C. Daha sonra yenə yazıram. Bu dəfə də C, B, A. Və müəyyən qədər yenə boşluq qoyub mötərizəni bağlayıram. İndi danışacağıq strip metodundan. Nöqtə qoydum. Strip metodunu tətbiq edirəm. Strip. Və mötərizə açdım, bağladım. Deməli, strip metodu nə iş görür? Strip metodu default olaraq ifadənin əvvəlindəki və sonundakı boşluqları silir. Və nəticədə T2 dəyişəninin qiyməti olur. Baxın, sadəcə bu hissədəki ABC, CBA ifadəsi, yəni boşluqlar silinmiş olacaq. Bəs deyə bilərsiniz ki, sadəcə boşluqları mı silir? Yox, sadəcə boşluqları silmir. Əgər bu formada istifadə eləsəz, ifadənin əvvəlindəki və sonundakı boşluqları siləcək. Amma boşluqdan əlavə bir şey silmək istəsəz, nə deyərik? Gəlib artıq bu qiymətləri özümüz verəcəyik strip metoduna. Burada mötərizə daxilində parametr olaraq istədiyim dəyəri verə bilərəm. Deyirəm ki, boşluqları silsin, bir dəyər olaraq boşluq verirəm. Və daha sonra, diqqətli olaq, ilk dəyər olaraq boşluq verirəm. Digər dəyəri də bunu bitişik formada yazacağam. Yəni stripin işləmə məntiqi belədir. Deyirəm birinci boşluqları silsin, daha sonra A simvollarını da silsin. Mötərizəni və dırnağımı bağladım. Diqqətli olaq, strip metodu necə işləyir? Parametr olaraq verdiyin elementləri, hal-hazırda 2 dənə element vermişəm. Birincisi boşluqdur, ikincisi A-dır. Strip bu elementləri sağdan və soldan başlayaraq axtarır və qarşısına çıxdıqca silir. Sağdan və soldan başlayaraq ilk qarşısına çıxan boşluqlardır. Boşluqları silir. Daha sonra A ilə qarşılaşdı. A-ları da silir. Daha sonra B ilə qarşılaşdı, dayanır. Niyə? Çünki mən deməmişəm B-ləri silsin. Yalnız 2 dəyər vermişəm və sağdan soldan başlayaraq A və boşluq dəyərləri ilə qarşılaşdıqca bunları silmiş olacaq. Və nəticə etibarilə T2 dəyişənimizin qiyməti olacaq nə? Yəni burada qeyd edək. T2 dəyişənimizin qiyməti olacaq BC, CB. Bu formada. Bu strip metodunun işləmə qaydasıdır. Gəlin indi də join və split metodlarına baxaq. Join və split metodlarına baxmaq üçün deyəcəm ki, bizim belə bir siyahımız olsun. ls deyə bir siyahımız olsun. Və elementləri də olsun A, B və C. A, B və C. Deyirəm ki, qeyd edim ki, burada siyahının haqqında elə də çox biliyə ehtiyacımız yoxdur. Siyahının nə olduğundan əvvəlki dərsimizdə danışmışdıq.
ilk dərsimizdə səhv eləmirəmsə danışmışdıq. Qeyd edim ki, bundan sonraki videoda elə siyahılar haqqında olacaq. Sadəcə indi siyahını yazdım, çünki join metodunu istifadə etmək üçün bizim siyahıya ehtiyacımız var. Nə deyirik? Deyirik ki, join metodu, gəlin belə yazaq, T3 dəyişəninə, mənimsədirəm nə? Deyirəm, boş bir string olsun, və bu stringə join metodunu tətbiq edək. Yazdım, boş string nöqtə join, daha sonra mötərizə daxilində yazdım ls. Join metodu nə edəcək? ls sətrinin, daha doğrusu siyahısının elementlərini bir-birinə birləşdirəcək və nəticədə bir string əldə etmiş olacaq. Deməli, join nə edir? Siyahının elementlərini bir-birinə birləşdirdi. Nəticə etibarilə T3 dəyişəninin qiyməti olacaq bu formada. Deməli, ABC formasında. Deyirik ki, join metodu nə edir? Siyahının elementlərini bir-birinə birləşdirib bir ümumi string yaradır. Amma diqqətli olmalıyıq, həmin siyahının elementləri də özü stringlər olmalıdır ki, join metodu bunları birləşdirə bilsin. Nəticə etibarilə join string metodudur. Və join-də başqa nə yaza bilərik? Mən burada boş string yerinə tutaq ki, plus işarəsi yazsam. Bu dəfə yenə ls siyahısının elementlərini bir-birinə birləşdirəcək, amma aralarına plus işarəsi qoymaqla birləşdirəcək. Nəticə etibarilə ekranda əks olunacaq olan nəticə, daha doğrusu T3 dəyişəninin qiyməti olacaq nə? A plus B plus C formasında bir string əmələ gəlmiş olacaq. Deməli, nə iş gördü join metodu? ls siyahısının elementlərini bir-birinə aralarına boşluq, daha doğrusu plus simvolu qoymaqla birləşdirmiş oldu. Daha sonra davam edək split metodu ilə. Split metodunu da tətbiq etmək istəyirəm. Tutaq ki, belə bir sətrə. Yazıram T4 sətri. Daha sonra dırnaq işarəsi açdım və yazıram nə? Tutaq ki, yazaq belə bir ifadə. Yazıram salam. Salam ifadəsi yazdım. Bu ifadəyə split metodunu tətbiq etmək istəyirəm. Yazdım nöqtə split. Deməli, split metodu nə iş görəcək? Deyirik ki, split metodu ifadəni boşluqlara görə bölür, boşluqlara görə parçalayır. Sözsüz ki, indi ifadəmizdə boşluq yoxdur. Gəlin buradakı A-ları silək. İndi fikir verin. S boşluq, L boşluq, M deyə bir ifadəmiz, bir stringimiz var. Və split metodu nə edəcək? Gəlin bir yerdə baxaq. Deyirik ki, split metodu ifadəni boşluqlara görə bölür və alınan elementlərdən bir siyahı yaradır, bir list yaradır. Yəni, split metodu gələcək, bu ifadəni boşluqlara görə böləcək və S, L və M elementlərindən ibarət bir siyahı yaradacaq. Və nəticədə T4 dəyişəninin qiyməti olacaq bu formada. Yəni, baxaq. Birinci element olacaq S, ikinci element olacaq L, üçüncü element isə olacaq M simvolları. Deməli, split nə edir? Boşluqlara görə bölüb alınan elementlərdən bir siyahı, bir list yaratdı. Yəni, bir növ join-lə, belə deyək, join-lə paralel bir-birinin əksi işi görən iki fərqli metoddur bunlar. Join müəyyən bir elementə görə birləşdirirdi və yaxud boş versəm, aralarına bir şey qoymadan birləşdirirdi. Split də bu dəfə bölür. Default olaraq deyirik ki, split boşluqlara görə bölür. Yəni, mən bura bir dəyər verməsəm.
Amma gəlib bura müəyyən bir dəyər versəm, tutaq ki, deyirəm, bu dəfə plus işarələrinə görə bölsün. Və gəlib buralara plus yazsam, bu dəfə nə edəcək? Görəcəyik ki, eyni olacaq, ya daha doğrusu nəticəsi eyni olacaq gördüyü işin. Pluslara görə bu dəfə böləcək, və alınan elementlərdən yeni bir siyahı yaratmış olacaq. Yəni, fikir versəz, bir-birinin əksi işi görür bu iki funksiya. Join nə elədi? Join birləşdirdi. Split isə nə elədi? Böldü. Join və split metodları da bu formada işləyir. Gəlin son olaraq format metodundan da danışaq, format üsullarından danışaq, daha sonra videomuzu yekunlaşdıraq. Deyirik ki, Pythonda format funksiyası necə işləyir? Gəlin baxaq. Yazıram bu dəfə T5 və deyirəm ki, tutaq ki, İngilis dilində yazsam və yaxud Azərbaycanca da yaza bilərik. Deyirəm ki, mənim burada bir dənə daha doğrusu fiqur mötərizə açdım, bağladım və yazıram nə? Burada yaşı qeyd edəcəm, amma dinamik formada qeyd edəcəyik. Mənim filan qədər yaşım var. Daha sonra stringimin dırnaqlarını bağladım. İndi baxın, format deyə bir metoddan danışacağıq. Format metodu nə iş görür? Biz deyirik ki, tutaq ki, stringi yazdım, nöqtə qoyuram, yazıram format. Daha sonra bu format metoduna bir element verirəm. Tutaq ki, bizim əvvəldən bir burada qeyd edirəm, gəlin baxaq. Hər hansısa bir t dəyişənimiz olsun. Qiyməti də olsun 21. 21 deyə bir dəyəri olsun t-nin. Gəlib burada yazıram formatın içinə t. Bu format funksiyası nə iş görəcək? İfadənin içində gördüyü ilk mötərizələrin içinə gəlib bu t dəyişəninin qiymətini yazacaq. Nəticə etibarilə t5 dəyişəninin dəyəri olacaq mənim 21 yaşım var ifadəsi. Yəni, format funksiyası nə iş gördü? Daxilinə verdiyimiz parametri stringin daxilində gördüyü mötərizələrin yerinə yazdı. Və əgər tutaq ki, mən daha bir mötərizə istifadə edəsəm, yəni burada tutaq ki, bir dənə də mötərizə açdım, bağladım və vergül qoyub burada t-nin yanında başqa bir dəyişən versəm, ardıcıl formada ilk verdiyim dəyişəni bura yerləşdirəcək, ardıca verdiyim digər dəyişəni isə digər mötərizənin yerinə yerləşdirəcək. Yəni, bir dənə parametr verməklə limitli deyil bu funksiya. Bunu qeyd edirəm. Bu köhnə format metodudur. Yəni, hal-hazırda bundan çox az istifadə olunur. Daha fərqli bir metod olaraq formatı necə istifadə edə bilərik? Gəlin baxaq. Deyirəm ki, bu dəfə print daxilində yazacağam. Birbaşa ekrana çap edək deyə. Yazıram ki, print. Tutaq ki, stringimiz yenə bu formada olsun. Mənim yenə fiquru mötərizə açdım, bağladım və bunun içinə bu dəfə t-nin özünü yazacağam. T dəyişəninin özünü yazıram. Daha sonra yenə yaşım var. Və dırnaq işarələrinin mötərizəmi də bağladım. İndi bu t dəyişəninin qiymətinin bura yazılması üçün gəlib sadəcə sətrin qabağına bir dənə f simvolu yazacağam. Bunu açar söz kimi də başa düşə bilərik. Stringin qarşısında f yazdım və diqqətli olaq mötərizələrin içinə t dəyişəninin qiymətini qeyd elədim. Bu yenə yuxarıdakı ilə, yəni t5-ə mənimsətdiyimiz dəyərlə eyni nəticəyə sahib olacaq. Yəni, ikisində də mənim 21 yaşım var ifadəsi əks olunmuş olacaq. Sadəcə burada format metodunu bu formada istifadə elədik. Burada isə sadəcə stringin qarşısına f yazmaqla istifadə etdik. Mən deyərdim ki, bu daha rahat istifadə üsuludur.
Çünki konkret dəyişəni burada rahat şəkildə qeyd edə bilirik və qarşısına sadəcə F yazmaqla kifayətlənirik. Nəticə etibarilə kodu icra edəsək, ekrana əks olunacaq olan ifadə olacaq bu formada. Mənim 21 yaşım var ifadəsi ekrana əks olunmuş olacaq. Bunlar bizim danışacağımız string metodları idi. Videomuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər.